Salam, hamınızı xoş gördük. Əziz tamaşaçılar, əziz musiqi sevərlər. Bugünkü verilişimizdə biz müasir bəstəkarlıq sənəti haqqında danışacağıq və mən böyük məmnuniyyətlə verilişimizin qonaqlarını sizə təqdim etmək istəyirəm. Əməkdar incəsənət xadimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq Kafedrasının müdiri, prezident mükafatçısı, professor və bizim dəyərli bəstəkarımız Ceyhun Allahverdiyev bugün bizim verilişimizdədir. Ceyhun müəllim, bəstəkar tələbələrinizlə bir yerdəsiz. Onların əsərləri bugünkü verilişimizdə nümayiş olunacaq. Bu verilişə tələbələrinizlə gəldiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun Pərvənə xanım. Mən də sizi və televiziya tamaşaçılarını salamlayıram. Ceyhun müəllim, biz verilişimizin əvvəlində Dahi Füzulinin söz dünyasından yaranan romansı, Gördüm romansını bizə təqdim etdiyi üçün İsmail Əsədliyə dərin təşəkkürümüzü bildiririk. İsmail Əsədli bir çox respublika və beynəlxalq müsabiqələrdə qalib olub, laureat olub və mən əminəm ki, İsmail bəyin uğurları hələ qarşıdadır. Çox sağ olun, sizə təşəkkürümü bildirəm. Bizim digər ifaçılarımız da olacaq. Biz sizi yola salırıq, minnətdarlığımı bildirirəm sizə. Və bəstəkar Ülvi Hüseynzadənin əsərini ifa elədi İsmail bəy. Ülvi də bugün bizim verilişimizdədir. Xoş gəlmişsiniz. Sizin digər tələbələriniz Ağabəşir Bayramzadə, Arsalan Nəvvab və Vahid Rəhimov. Sizin tələbələriniz xoş gəlmişsiniz. Bizim piano ifaçılarımız Əli Hüseynli, Cəmil Sədizadə. Bu illər ərzində o qədər böyük uğurlar qazanmışsınız ki, buna görə sizə dərin təşəkkürümüzü bildiririk və əminəm ki, verilişimiz boyda biz sizdən maraqlı ifalar eşidəcəyik, müasir əsərləri eşidəcəyik. Bizim daha bir dəyərli qonağımız var. Üzeyir Hacıbəyev adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti Elina xanım Əliyeva. Xoş gəlmişsiniz hər biriniz. Çox sağ ol, təşəkkür. Ceyhun müəllim, bugün də bəstəkarlıq sənəti peşəkar səviyyədə öyrənilir. Yəni, bəstəkarlıq fakültəsinə gəlmək istəyən gənclərimiz var. Azdır, çoxdur, o hissəsini siz deyəcəksiniz. Əvvəla deyim ki, bu kütləvi sənət növü deyil. Təməlindən qəbul 3, maksimum 4 tələbə, bəzən 2 tələbə olub. Bilirsiniz ki, vaxtı ikən Üzeyir Hacıbəyli tərəfdən təməli qoyulmuş. Daha sonra Qaraqareyev, görkəmli bəstəkarımız o məktəbin bünövrəsini daha da möhkəmləşdirib. Bugün biz geriyə baxsaq, bütün bizim görkəmli Azərbaycan bəstəkarları hamısının adı o kafedra ilə bağlıdır. Ona görə bəstəkarlıq kafedrasının Azərbaycan milləti qarşısında çox böyük xidmətləri var. Bizim kafedra çox böyük deyil. Toplam 10 professor müəllim heyəti bizdə çalışır və dediyim kimi hər il 3 tələbə qəbulu ilə hesablasaq, bəzən bu 2 olur, bəzən 1 də ola bilir. Ona görə yox ki, yer o qədərdirsə, hamısı qəbul ola bilər. Ən istedadlıları bu sinifə qəbul ola bilir. Bəstəkarlıq ixtisası yeganə ixtisasdır ki, digər fortepian ixtisası kimi, violin ifaçısı kimi, vokal ifaçısı kimi onlar məktəb təməli yoxdur ki, məktəbdə o fən keçirilsin. Yeganə Bülbül adına musiqi məktəbindədir ki, mən bildiyimə görə orada ixtisas bəstəkarlıq kimi, o da yuxarı siniflərdə bu fən keçirilir. Amma bəstəkarlıq istedadını əldə edən tələbələr, onları inkişaf elətdirən tələbələr, onlar mütləq peşəkar bəstəkarlarla ünsiyyətdə olurlar və müəyyən hazırlıq prosesindən sonra onlar qəbula gəlilir. Ceyhun müəllim, bunlar hamısı çox gözəl. Bizim haqqımızda, yəni bir xalq olaraq danışılanda deyirlər ki, musiqisi inkişaf etmiş xalq. Azərbaycan dilinin özündə belə bir musiqililiyi var. Yəni, Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti hələ Sovet dövründə sərhədlərin bağlı olduğu bir vaxtda o sərhədləri aşa bilirdi. Dünyanın hər bir yerində səslənə bilirdi. Nəyin hesabına idi bu? Bizim bəstəkarlarımızın yaratdıqları o möhtəşəm əsərlərin hesabına idi. Sizə elə gəlmirmi ki, bir ildə yəni Bakı Musiqi Akademiyasının maksimum 3 bəstəkar tələbə qəbul etməsi azdır. Yəni çox azdır. Siz deyən kimi, həmin o bizi tanıdan bəstəkarlar ki, Sovetlər dövründə, həmin dövrdə də 3 bəstəkar, maksimum 4 tələbə qəbul olurdu. Məsələ say çoxluğunda deyil. Məsələ o 3 tələbənin hələ qəbul olub, onların da bəstəkar kimi həyatda fərdi yaradıcılıq uğurları, bunun bilirsiniz arxasında nə qədər böyük zəhmət durur.
Bəstəkarlığa gəlmək üçün birincisi hər hansı bir ixtisası mükəmməl şəkildə o tələbə bitirməlidir. Bura gələn tələbələrin əksəriyyəti biri ülvi tar alətini ixtisas kimi bitirib, Vahid xanəndə kimi bitiribdir, Navab gitar ifaçısı kimi bitiribdir, Ağabəşir pianosu kimi bitirib və s. Yəni, onlar hamısı bir ümumi təhsil keçirirlər. Ondan sonra bəstəkarlıq istedadı əgər varsa, o tələbələr başlayırlar təhsil almağa və təhsillə inkişaf etməyə. Çünki bəstəkarlıqda bircə musiqi yazmaq məsələsi deyil, onun ətrafında bir çox fənlər var. O fənlər bəstəkarın tam peşəkar səviyyəsindən hazırlamaq üçün bunlar hansılardır? Alətşünaslıqdır, orkestrləşdirmədir, musiqi ədəbiyyatıdır, musiqi nəzəriyyəsidir, polifoniyadır, harmoniyadır və s. Eyni vaxtda bütün bunları keçən bəstəkarlar da hələ konservatoriyanı bitirəndən sonra fərdi inkişaf yolu keçməlidirlər. Ona görə bir bəstəkarın formalaşması üçün ən azı 25-30 il vaxt lazım olur. Bir də görürsünüz ki, o dövrə qədər onun inkişaf yolu gəlib öz nəticəsinə çatsın. Ceyhun müəllim, sizin istedadlı tələbələrinizdən biri də Vahiddir. İcazənizlə biz Vahidin əsərinə qulaq asaq, amma öncə Vahidin fikirlərini eşitmək istəyirəm. Vahid, xoş gəlmisiniz. Xoş gördük, çox sağ olun. Bizi bu verilişə dəvət etdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. Vahid, bugün o qədər müxtəlif peşələr var ki və o peşələri seçən gənclər, belə deyək də, gələcəyi də düşünürlər. Mən əminəm ki, siz bəstəkarlığı seçəndə bu sahədə böyük uğurlar qazanacağınıza əmin olaraq seçmişsiniz. Elə deyil? Hər bir ixtisasın öz yolu, öz istiqaməti olduğu kimi bəstəkarlıq ixtisası da bu peşədə bir istiqamətdədir. Biz bu peşəni seçərkən bir çox yollardan, hazırlıqlardan keçirik. Sonunda bu peşəni yiyələnirik. Sizin fikirlərinizi qoy Ceyhun müəllim davam etdirsin. Vahid birinci kursun birinci yarım illiyində fortepiano üçün piyeslər yazıbdır. İkinci yarım ilində violonçel və fortepiano üçün piyeslər yazırıq. Bu biraz irəcimli əsərlərdir. Vahidin əsərinə qulaq asaq, Əli Hüseynli ifa edəcək və Cəmil Sədizadə də Əliyə dəstək olacaq, belə deyim. Buyurun.
təşəkkür edirik sizə, Əli. Mən çox istəyirəm Ceyhun müəllim, Əli haqqında danışasınız. Mən ümumiyyətlə ifaçılarımız haqqında danışmaq istəyirəm. Çünki bəstəkarın yanında yaxşı ifaçı olmaq bu özü bir xoşbəxtlikdir. Bəli. Xüsusilə bugün əsasən tələbələrimiz bizim ifaçıların yanındadılar və mən Elina xanımı da qeyd etmək istəyirəm, artıq peşəkar ifaçımız. Bəli. Əli və Cəmil hər ikisi 15 nömrəli Rauf Hacıyev adına musiqi məktəbini Əli artıq bitirib musiqi akademiyasında oxuyur. Bizim çox hörmətli rektorumuz Fərhad müəllim Bədəlbəylinin tələbəsidir. Bəli. Cəmil isə hal-hazırda 11-ci sinif şagirdidir. Tamamilə Məmmədovanın əməkdar müəllim, gözəl müəllimə onun yetirməsidir. Və hər ikisi Filarmoniyada bir neçə konsertlər verir. Mən şəxsən onları dinləmişəm. Cəmilin Heydərliyev sarayında solo konsertini dinləmişəm. Və bu yaxında Cəmil bizi daha da sevindirdi. New York, Manhattan konservatoriyasına qəbul olub, ora vəsiqə alıb və bu bilirsiniz dünyanın ən nüfuzlu 3-5 konservatoriyalarından biridir və ona görə bizim fəxrimizdir. Eyni vaxtda burada ifaçılar ki, vokal ifaçılarımız biri İsmail Əsədli ifa elədi. Bəli. Onu da qeyd etmək istəyirəm ki, onlar da bizim akademiyanın tələbələrdir. Solo oxuma və opera hazırlığı kafedrasının. Şəxsən İsmail əməkdar artist İlham Nəzərovun yetirməsidir, onun tələbəsidir hal-hazırda. Bizim daha bir vokal ifaçımız olacaq. Birinci kurs tələbəsi Şöhrət İsmailov. O da SSR xalq artisti, eyni vaxtda Azərbaycanımızın xalq artisti Fidan xanım Qasımovanın tələbəsidir. Bəli. Və bilirsiniz, həm fortepiano kafedrasının tələbələri, həm vokal sənətinin tələbələri. Eyni vaxtda bizim bu günlərdə konsertimiz oldu. Orada simli alətlər, orkestr alətləri, həm klarnet ifaçısı, həm violin ifaçısı. Mən qeyd eləmək istəyirəm, bu yaxında Nəvabın kvarteti səsləndi. Orada Elina xanım birinci skripka kimi çıxış edirdi və onun həyat yoldaşı da əməkdar artist simfonik orkestrin konsertmestri Əyyub Əliyev də çox yaxından sizə deyim ki, onlar baxmayaraq bizim akademiyandan mənəvi bağlıdırlar, amma birbaşa bağlı deyirlər. Ona baxmayaraq çox yaxından kömək elədilər və bəstəkarların əsərlərinin səslənməsi üçün çox vacibdir. Eyni vaxtda o bəstəkarların əsərini çalan bizim o tələbələr üçün də bu çox faydalıdır. Çünki onlar da proqramdan kənar yeni əsərlər öyrənirlər. İfaçı üçün mühüm olan məsələ əsərdir, elə deyil Elina xanım? Bəli. Əsər seçimi sizin ixtiyarınıza buraxılanda bir ifaçı olaraq necə əsərlərə üstünlük verirsiniz? Yəni o əsərləri seçərkən siz auditoriyanı fikirləşirsiniz ki, daha çox mənə qulaq asan olsun, yoxsa başqa kriteriyalarınız var? Çox kriteriyalar var. Mən çox şadam ki, bizdə Azərbaycanda çox istedadlı gənc bəstəkarlar var. Və siz onların əsərlərini ifa eləyirsiniz. Bəli. Elina xanım, sizin fikirlərinizdəki səmimiyyətə heç bir şübhəmiz yoxdur. Çünki əgər siz dediyiniz kimi gənclərlə maraqlanmasaydınız, bugün Ülvünün əsərini burada ifa etmək istəməzdiniz. Və Ülvü Hüseynzadə, bayaq da elə verilişimizin əvvəlində də Ülvünün əsəri səsləndi. Ülvü, siz də xoş gəlmişsiniz. Salamlayıram sizi də, bizim televiziya tamaşaçılarını da. Sizə minnətdaram ki, bizə məqsədimizdə, işimizdə tamaşaçılara daha əlçatan olmaq üçün bizə bu dəstəyi, köməkliyi göstərirsiniz. Mən Musiqi Akademiyasının birinci kurs tələbəsiyəm. Professor Ceyhun Allahverdiyevin tələbəsiyəm. Bugün səslənəcək əsər violin və fortepiano üçün pyesdir. Mən bunu hələ tələbə olmayan dövrdə Ceyhun müəllimin sinifində yazmışam. Hazırlıq dönəmində yazmışam. Sizə uğurlar arzu edirəm. Təşəkkür edirəm, çox sağ olun. Ceyhun müəllim, qürurlandınız. Bilirsiniz, müəllim adı həqiqətən də bu çox böyük addır. Və müəllim adı gələn kimi biz öz müəllimlərimizi xatırlayırıq. Mən Arif Məlikovun tələbəsi olmuşam və elə bir an yoxdur ki, əgər hansısa bir əsər üzərində işləyirsənsə, bugün Arif Məlikov həyatda yoxdur. Bəli. Amma onun varlığını mən yanımda hiss eləməyim. Çünki mən hesabatımı yenə də o səviyyədə verirəm ki, görəsən Arif müəllim necə baxardı bu intonasiyaya.
bu obraza, bu forma necə ola bilərdi? Bilirsiniz, bu tələblərdən keçməlisən və %100 müəllimə inanmalısan. Təşəkkür edirəm bu fikirlərə görə sizə və Elina xanım. Buyurun, Ülvinin əsərini siz və Əli Hüseynli ifa edəcək. Hansı əsərdir? Biz indi violin və fortepiano üçün piyes ifa etməyə istəyirik. Çox gözəl. Buyurun. Çox sağ olun Elina xanım. Buyurun, zəhmət olmasa əyləşin. Dərin təşəkkürümü bildirirəm sizə bu ifaya görə. Mənə maraqlıdır ki, əziz tamaşaçılar, yəqin sizə də maraqlı olar. Ülvi bu əsərlə nə demək istəyib? Yəni, hər bir əsərin, Ceyhun müəllim, sujet xətti var və musiqi əsərləri bəstəkarın hisslərinin tərcümanı olmalıdır. Əsər elə də sadə əsər deyil. Orada biz mürəkkəb gedişləri də gördük. Ülvi bir musiqiçi olaraq özü izah eləsin. Mənim öz qarşımda qoyduğum məqsəd bu piyes yazılarkən sinifdə bizim aşıq musiqisinin, bu aşıq musiqisi, ozan sənəti ümumiyyətlə bizim milli kimliyimizin, kodlarımızın ən önəmli parçalarından biridir. Bəli. Bu sənətin, bu düşüncənin müasir günümüzdəki təqdimatını, texniki həllin doğru tapmaq məsələsi və mesaj da odur ki, bu muzey eksponatı deyil. Aha. Bizim aşıq sənətimizdə, muğam sənətimizdə və s. Ceyhun müəllim həmişə bu barədə qeyd edir sinifdə. Məsələ orasındadır ki, Azərbaycan bəstəkarının
10 min il qabaqda Dədə Qorqudu da, Aşığı da, Yallısı da, Muğamı da, hamısı bu içəridə bugünküymüş kimi yaşamalıdır. Bu aşıq sənətinə, musiqisinə olan sevgi də məndə etiraf edeyim, Ceyhun müəllimlə ünsiyyətdən sonra daha çox inkişaf eləyib. O bizə hətta aşığın paltarından gələn qoxunu da sevmək lazımdır ifadəsini bizə həmişə deyirdi sinifdə və mənim yadımda da həmişə. Təşəkkür edirəm fikirlərinizə görə. Ceyhun müəllim, Ülvi tar ifaçısıdır əslində. Amma siz ona sazı da sevdirmişsiniz. Məsələ tar və yaxud da digər alət olmaq deyil. Üzeyir Hacıbəyli belə bir söz işlədib ki, hər bir Azərbaycan bəstəkarı Azərbaycan milli musiqi alətində ifa etməyi bilməlidir. Bu belə bir tövsiyə vardı. Amma eyni vaxtda bəstəkarın əsas alətlərin biri də fortepian alətidir. Hansı ki, bəstəkar ömrü boyu bu alətdə musiqi yazır. Amma o ki, qaldı Ülvinin tar və saz ilə bağlılığı, bu onun alət bağlılığı deyil təkcə. Onun təfəkkür bağlılığıdır. Çünki bizim bəstəkarlar, fikir versəz, Üzeyir bəy Koroğlu operasında artıq bizim muğamlarımızı, aşıq sənətimizi, vokal sənətimizi, bütün bunları vəhdət şəklində görün hansı səviyyəyə qaldırdı. Və Üzeyir bəy qoyduğu məktəbdən sonra biz Qara Qarayevin 3-cü simfoniyasını əgər xatırlasaq, ən mürəkkəb texnika üzərində, dodekafoniya sistemi üzərində yazılmış bir əsərdir. Orada 3-cü hissə aşıq intonasiyaları, aşıq ritmləri əsasındadır. Görün bu mürəkkəblik bizim xalq musiqisinə necə bağlıdır ki, bu bilirsiniz bizim Azərbaycan musiqisinin dil zənginliyidir ki, biz tez sintez şəklinə düşə bilirik musiqi sahəsində. Azərbaycan muğamları sanki bir simfonik inkişafın paralel birləşməsinə artıq hazır min illər bundan qabaq. Tələbə o əsərin üzərində işləyərkən bütün bu amilləri düşünməlidir ki, mən hansı alət üçün musiqi yazıram. Baxmayaraq, violin Avropa musiqi alətidir. Bəli. Amma o alətdə Azərbaycan dilinin səslənməsinə nail olmaq. Ola bilər, bunun üçün biraz hazırlıqlı dinləyici olmaq lazımdır. Simfoniyanı birdən-birə hər kəs dinləyib, ondan zövq ala bilməz. Biz Azərbaycan musiqisi deyəndə yalnız bizim xalq mahnılarımız, təsniflərimiz, rəqslərimiz, muğamlarımız, aşıq sənətimiz bu böyük bir xəzinədir. Bizim profesional musiqimiz Üzeyir bəyin ömründən gəncdir. Çünki Üzeyir bəy artıq 1908-ci ildə cəmi 23 yaşı olanda bu operanı yazdı. Hansı ki, Leyli Məcnun operası Azərbaycanda yox, bütün şərqdə, yaxın şərqdə opera sənətinin təməlini yaratdı. Və 1908-ci ildən hesablasaq bugünə cəmi 100 neçə il, 110, 120 il arasında vaxt keçib. Amma görün Azərbaycan musiqisi səsi hardan gəlir? Bir o atom bombasını kəşf edən alim sakit otaqda onu kəşf edibdir. Amma səsi görünə boyda çıxır. Bəstəkar da oturub sakitlikdə elə bir əsər yaza bilər ki, onun səsi də oradan da dünya boyda ola bilər. Biz bayaq sizin istedadlı tələbələrinizdən olan Vahid Rəhimovun əsərini dinlədik və bilirəm ki, repertuarınız çox zəngindir, Ceyhun müəllim. Vahidin daha bir əsərini təqdim etmək istəyirik tamaşaçılarımıza. Bu qəzəl romansdır. Bu əsər də Məhəmməd Füzulinin sözlərinədir. Ümumiyyətlə, bu çox yaxşı bir şeydir ki, Məhəmməd Füzulinin söz dünyasından bizim gənclərimiz ilhamlanırlar, yeni əsərlər yazırlar. Əvvəlcə əsərə qulaq asaq, Ceyhun müəllim. Sonra mən sizin rəyinizi, fikirlərinizi alacağım mütləq. Buyurun. Canım hicrilə bəsmi rüxyar istərəm, dərdiməndi firqətəm, dərman didar istərəm, bülbülü sarəm, bülbülü sarəm, deyil ihudə.
Təşəkkür edirəm. Bir çox müsabiqələrin laureatçısı Şöhrət İsmailov və onu pianoda müşayiət etdi Əli Hüseynli. Vahid Rəhimov, təşəkkürümü bildirirəm bu əsərə görə və əlbəttə ki, əziz tamaşaçılar, dahi Məhəmməd Füzulinin söz dünyasından yaranan bir əsəri sizə təqdim etdik. Qəzəl romans janrının tarixinə nəzər salsaq, Ceyhun müəllim, yəni Üzeyir bəydən başlayan ənənələri görə bilərik. Amma bugün də bu ənənələr davam etdirilirsə, biz əlbəttə ki, sizə ilk növbədə təşəkkür edirik və sizin tələbələrinizə Şöhrəti yola salırıq. Çox sağ olun Şöhrət, sizə gələcək işlərinizdə uğurlar arzu edirəm və bütün məqsədlərinizə nail olmağı diləyirəm. Ceyhun müəllim, tələbələriniz qəzəl romans yazırlar. Ülvi bayaq maşallah aşıq musiqisindən danışdı, muğam sənətindən danışdı. Mən belə görürəm ki, Üzeyir bəydən gələn o ənənə ki var, hər bir bəstəkar milli musiqini bilməlidir. Və onun yaratdığı, hətta Avropa səviyyəli bir əsər olsa belə orada mütləq milli musiqi motivləri olmalıdır. Və siz ki, bu ənənəni Arif Məlikov davam etdirdi, siz də onun tələbəsi olmuşsunuz, siz də bu ənənəni layiqincə davam etdirirsiniz, buna görə var olun. Çox sağ olun. Musiqi yeganə vasitədir ki, millətin kimliyini göstərir. Çünki biz hər hansı bir xalqın musiqisini eşidən kimi, onun artıq hansı xalqın olduğunu o dəqiqə hiss edə bilərik. Biz təsəvvür edin ki, istəsək də istəməsək də Azərbaycan musiqisini dinləyərkən bunu muğamlarsız necə təsvir etmək olar və yaxud da digər bizim xalq musiqisi nümunələrimiz. Amma bizim başqa inkişaf eləmiş musiqi mədəniyyətləri sırasında olmağımızın bir səbəbi də bizim peşəkar musiqimizin bu səviyyədə olmasıdır. Bəli. Ceyhun müəllim, sizin Cənubi Azərbaycandan olan, Təbriz şəhərindən olan bir tələbəniz var. O da çox istedadlı bir tələbədir. Arsalan Nəvvab bugün buradadır. Əvvəlcə deyin görüm Arsalan necə tələbədir? Mən deyim ki, bizim bax burada oturan sinifimizin 4 nümayəndəsi hər bir ayrılıqda çox disiplinli və eyni vaxtda istedadlı olmaqları ilə yanaşı çox məsuliyyətli və qabiliyyətli tələbələrdir. Bizdə Azərbaycanda bu ənənə ki, ibtidai musiqi təhsili var, orta musiqi təhsili var. Ondan sonra gəlirsən ali musiqi təhsilinə. Təbrizdə təbii ki, Nəvvab müəyyən dərslər alıb, gitar istiqamətində. Sonra bizim Bakı Musiqi Akademiyasını bitirən bir neçə tələbələrimiz Təbrizdə çalışırlar bəstəkar kimi. Onların bir neçəsi də mənim tələbəm olub vaxt ikən. Onlarla ünsiyyətli olaraq müəyyən bilgilər əldə edib və qısa müddətdə, bir il hazırlıq keçdik, indi 3-cü kurs tələbəsidir. Sizə deyim ki, böyük sıçrayış edib. Çünki proqram əsasında verilən bütün o yaradıcı tapşırıqlar, mən sizə deyim ki, öhdəsindən heç də bizim tələbələrlə nəinki bəlkə də bir çox şeylərdə irəliyə qaçıb. Nə gözəl. Və buna görə sevinmək olar. Çünki bu yaxında ən mürəkkəb janrda, kvartet janrında biz hesabat konsertimizdə onun birinci hissəsini göstərdik və çox dinləyicilər üçün o seçildi o əsər. Bəlkə onun özünə eşidək, hə? Ceyhun müəllim. Təbii ki. Arsalan, xoş gəlmisiniz verilişimizə. Çox sağ olun. Mənə maraqlıdır ki, sizin musiqi yolunuz necə başlayıb? Yəni, niyə məhz siz Bakıda təhsil almaq istədiniz? Bakı Musiqi Akademiyası gəlmədən öncə Təbrizdə Əli Girameh var idi. O da orkestrovkadan Ceyhun müəllimin tələbəsi olmuşdu. Orada bir müəyyən qədər bəstəkarlıq dərsləri alırdım və Əli Giramehrin mən təklifi ilə mənə dedi, gedim Bakı Musiqi Akademiyasında və Ceyhun müəllimin sinifinə daxil olum və Ceyhun müəllimə çox minnətdarlığımı bildirirəm ki, məni qəbul elədi sinifinə və biz bir il ərzində onlayn Ceyhun müəllimlə dərs çalışdıq. Baxmayaraq ki, çox çətin olurdu bizə, yəni bu hazırlıq dövrünə. Ondan sonra başladıq. Baxmayaraq ki, mənim də həm harmoniya dilim çox kasıb idi, yəni bura gələndə. Çünki bizdə 11 illik təhsil yox idi və həmçinin də bizdə bu Azərbaycan milli musiqisinin də, məndə musiqisi yəni izi yox idi. Amma bunu Ceyhun müəllimlə hazırlıqda bir ildən başladıq və demək olar ki, indi artıq 3 ildə indi deyə bilərəm ki, Azərbaycan milli musiqilərindən
Ceyhun müəllimin göstərişləri ilə işlədə bilirəm. Nə gözəl. Biz indi bunun əyani sübutunu Cəmil Sədizadənin ifasında görəcəyik. Cəmil də musiqiçi ailəsindəndir. Bizim dəyərli sənətkarımız Əliağa Sədiyevi də salamlayırıq efirimiz vasitəsilə. Əliağa müəllim həmişə öz tələbələri ilə fəxr eləyir. Amma onun elə bilirəm ki, fəxr ediləsi tələbələrindən biri də Cəmildir. Çünki Cəmil o musiqi mühitində yetişib və bugün artıq Amerikada belə Cəmili tanıyırlar və bundan sonra da tanıyacaqlar. Sizə doğrular arzu edirəm. Buyurun Cəmil, Arsalan Nəvab fortepiano üçün sonata əsərindən ikinci hissəni məhz sizə etibar eləyib. Odur ki, ifanızı izləyək.
Ceyhun müəllim, tələbələriniz hamısı bir-birindən maraqlıdır. Hər birinin öz maraqlı hekayəsi var və mən bilirəm ki, Navabın da, Ülvinin də, Vahidin də, Ağabəşirin də hələ nailiyyətlərini siz çox görəcəksiniz, çox izləyəcəksiniz. Amma bizim özümüz üçün də maraqlı oldu ki, görəsən Azərbaycanda, əziz tamaşaçılar, bəstəkarlıq necə öyrədilir və ustad dərsinin tarixində ilk dəfə olaraq bəstəkarlıq fakültəsinin tələbələri bugün öz istedadlarını nümayiş etdirdilər və onların müəllimi bizim dəyərli bəstəkarımız Ceyhun Allahverdiyev. Dərin minnətdarlığımı bildirirəm Siz sizə. sağ olun. Sizin daha bir istedadlı tələbəniz Ağabəşirdir. Sonda biz Ağabəşirin də fikirlərini eşitmək istəyirik. Çünki verilişimizi Ağabəşirin ifası ilə yekunlaşdıracağıq. Mən Ağabəşir haqqında da demək istəyirəm bir-iki kəlmə. Onu fərqləndirən balaca bir nüans var. Baxmayaraq ki, bugün Bəstəkarlıq kafedrasının tələbəsi kimi əyləşib, amma onun əsas ixtisas fortepianodadır. O seçmə fən kimi maraq göstərib və ilk kurslardan o qədər həvəslə gəldi ki, demək olar ki, bir dərs də buraxmır bizim digər tələbələrimiz kimi. O inkişaf eləmək əzmindədir və nəticəsində də bugün haqq qazanıb ki, bəstəkarların Hesabat konsertində də o müəllif kimi çıxış edir. Özü də gözəl ifaçıdır, pianosudur. İndi bizə fortepianosunun 2 piyesini təqdim edəcək. Ağabəşir, sizi də xoş gördük. Xoş gördük. Ceyhun müəllimlə məşğul olurduq. Birinci kursun 2-ci semestrindən. O ərəfələrdə 6 piyes yazdıq, işlədik. Sonra elə oldu ki, violin və fortepiano üçün 3 piyes. Hal-hazırda klarnet və fortepiano üçün sanat üzərində çalışırıq. Elə Hesabat konsertində birinci istifa olunmuşdu. Ülvi aşıq sənətindən danışır. Vahid, Navab, yəni digər musiqi alətlərindən yəqin ki, belə ilhamlanırlar və ifaçılardan. Bəs Ağabəşirin sevdiyi xanəndə kimdir? Hacı Baba Hüseynov. Yəni, o məktəbi sevirsiniz. Bəli, bəli. Baxmayaraq ki, mən pianoçuyam, tar musiqisini dinləyirəm və oradan da öyrənirəm. Aşıq musiqisini. Ondan əlavə şərq musiqisi ilə də maraq göstərirəm, baxıram nə maraqlıdır. Bəzən olur ki, baxıram şərq aləminə, görürəm ki, bir dünyadır da. Muğamdan əlavə yəni başqa bir sahələr də var, labirint kimi. Yəni bəzən olur ki, oradan keçid olur bizim muğamlara və görsənir ki, bizim ümumiyyətlə dünya musiqisi bir-birinə bir çep şəklində belə deyək, bağlıdır bir-birinə. Zəncirvari Bəli, bağlıdır. zəncirvari, bəli. Çox sağ olun. Biz verilişimizi Ağabəşir sizin ifanızla yekunlaşdıracağıq. Bu tələbələrə görə eyni zamanda Azərbaycan musiqisini dünyanın ayrı-ayrı ölkələrində sevdirdiyiniz üçün, məhz Ceyhun Allahverdiyev imzası ilə sevildiyi üçün həmin əsərlər, biz sizə dərin təşəkkürümüzü bildiririk. Elina xanım, minnətdarıq sizə. Həqiqətən sizi tanımaq çox xoş oldu. Çox sağ olun, Mən siz inanıram ki, gələcəkdə də siz bu gənclərlə əməkdaşlıq eləyəcəksiniz. Onların İnşallah. əsərlərini ifa eləyəcəksiniz. İnşallah, Allah qoysa. Təşəkkür edirəm bir daha. Çox sağ olun Pərvanə xanım. Mən burada oturan Elina xanıma və onun simasında bizim peşəkar musiqiçilərimizə efir vasitəsilə təşəkkür edirəm ki, onlar hər zaman bizim klassik musiqimizin qoruyucularıdır. Bu musiqi inkişafı dünya musiqisində elə bir yüksək məqamdadır ki, bizim haqqımız yoxdur. Biz qazandığımız bütün nailiyyətlərimiz ki, keçmişdə var, onları keçmişdə saxlayaq. Bəli, davam etməlidir ənənələr və gözəl ənənələr əlbəttə ki. Bəli. Nə yaxşı ki, bunu davam etdirən gənclərimiz var. Bugünkü verilişimizdə biz müasir bəstəkarların, peşəkar bəstəkarların yanaşması ilə tanış olduq. Əlbəttə ki, tələbə bəstəkarlar deyirik, amma mən əminəm ki, onların əsərlərinin səsi, sorağı dünyanın ayrı-ayrı ölkələrindəki böyük konsert salonlarından eşidiləcək. Elə bu arzu ilə də verilişimizi yekunlaşdırırıq. Sağ olun, salamat qalın.